Salam, gəlin bir anlıq düşünək. Bəzi investorlar bazardakı bütün bu eniş-yoxuşlara, xaos mühitinə baxmayaraq necə olur ki, stabil şəkildə qazanc əldə edə bilir? Bugün biz məhz bu sualın cavabını axtaracağıq. İnvestor Boro Özkəndin olduqca intizamlı investisiya sisteminə baş vuracaq və bu uğurun arxasındakı strategiyaları bir-bir təhlil edəcəyik. Amma gəlin tam səmimi olaq. Bir səhmə almaq düyməsinə basmazdan əvvəl sizi o nöqtəyə gətirən nə olur? Hansısa dostunuzun məsləhəti, yoxsa sosial mediada parıldayan növbəti əldən qaçırılmaz fürsət? Bax, bu sualın cavabı əslində sizin bütün investisiya səyahətinizin gedişatını müəyyən edir. Baxın, bu mənzərə yəqin ki, çoxumuza tanış gəlir, elə deyilmi? Plansız, sırf emosiyalarla verilən qərarların sonu təəssüf ki, çox vaxt pul itkisi ilə nəticələnir. Bugün araşdıracağımız sistem isə məhz bu təsadüflülüyü, bu xaotikliyi aradan qaldırmaq və atdığınız hər bir addımı məqsədli, düşünülmüş etmək üçün qurulub. Yaxşı bəs, çıxış yolu nədir? Cavab sadədir. İnvestisiya tezi. Bu, sizin maliyyə dünyasındakı kompasınızdır. Hər bir investisiyanızın arxasında möhkəm, aydın bir niyə olmalıdır. Əgər bu niyəni, yəni bu şirkətə niyə inandığınızı bir neçə sadə cümlə ilə izah edə bilmirsinizsə, bəlkə də o investisiyanı heç etməməlisiniz. Yaxşı, hazırsınızsa gəlin başlayaq. Bax, bu 4 addımda bütün sistemi, necə deyərlər, söküb yenidən yığacaq. İlk olaraq, gəlin bu investisiya alətlər qutusundakı 3 əsas strategiyanı bir-bir araşdıraq. Bax, bu cədvəl əslində hər şeyi çox gözəl xülasə eləyir. Gəlin baxaq. Bir tərəfdə qısa müddətli, orta riskli swing ticarəti var. Ortada isə daha uzun müddətli portfelin onurğası sayılan dəmirbaşlar. Və nəhayət, ən sağda yüksək riskli, amma bir o qədər də yüksək gəlir vəd edən ay atışları. Hər birinin öz yeri, öz məqsədi var. Birinci strategiyamız swing ticarətidir. Təsəvvür edin ki, möhkəm, yaxşı bir şirkətdir, amma müvəqqəti olaraq bir problem yaşayır və səhim qiyməti kəskin düşür. Sizin tezisiniz budur ki, bu problem həll olunacaq və qiymət yenidən öz ədalətli dəyərinə qalxacaq. Məsələn, PayPal kimi bir şirkətin idarə etmə problemi yaşadığını, amma yeni CEO ilə bunun aradan qalxacağına inanmaq klassik bir swing ticarəti tezisidir. İndi isə keçək portfelin, demək olar ki, onurğa sütununa dəmirbaşlar. Bunlar sizin uzunmüddətli böyümə mühərriklərinizdir. Buradakı tezisi isə şirkətin illər boyunca stabil şəkildə böyüyəcəyinə, bazardakı mövqeyini daha da gücləndirəcəyinə olan inamdır. Nvidia'nın süni intellekt sahəsindəki liderliyi məsələn buna mükəmməl bir nümunədir. Və gəldik çatdıq ən həyəcanlı, ən riskli, amma həm də ən çox potensial vəd edən hissəyə IPO atışları. Burada siz sanki bir loteriya bileti alırsınız. Dünyanı dəyişdirəcək bir texnologiyaya kiçik bir məbləğ yatırırsınız. Bəli, bunların çoxu bəlkə də sıfıra inəcək, amma təkcə biri hədəfə dəysə, bütün portfelinizin taleyini dəyişə bilər. Amma bilirsiniz, strategiyanın özü heç nədir, əgər onu tətbiq etmək üçün dəmir kimi qaydaların yoxdursa. Məhz indi o qaydalardan, yəni oyunu necə oynamaq lazım olduğundan danışacağıq. Bax, bura çox diqqətlə qulaq asın, bu bəlkə də bütün sistemin ən kritik nöqtəsidir. Kapitalın necə bölüşdürüldüyünə baxın. Swing üçün 15%, dəmirbaşlar üçün 25%, ən riskli olan ay atışlar üçün isə cəmi 5%. Görürsüz, risklər necə dəqiq idarə olunur. Bəs o yerdə qalan nəhəng 55%lik hissə, o tam başqa bir hekayədir və birazdan ora gələcəyik. Bir səhmə necə pul qoyduğunuz, hansı səhmə pul qoyduğunuz qədər vacibdir və hər strategiyanın özünə məxsus bir giriş metodu var. Swing üçün fürsəti qaçırmamaq üçün sürətli olmalısan, dəmirbaş üçünsə səbirli olub zamanla yığmalısan, ay atışı üçünsə çox ehtiyatlı olub kiçik bir məbləğlə başlamalısan. Yaxşı, gəldik çıxış qaydalarına, yəni zərəri kəsmə nöqtəsinə. O nöqtəyə ki, deyirsən, dayan, mən səhv etmişəm. Swing ticarəti üçün bu hədd mənfi 25%-dir. İnvestisiyanız 4də bir dəyər itiribsə, bu bir siqnaldır. Tezisiniz işləmədi, emosiyalara qapılmadan mövqeyi bağlamaq vaxtı. Dəmirbaşlarda isə vəziyyət fərqlidir. Burada limit daha genişdir, mənfi 50%. Niyə? Çünki bu şirkətlərə inamınız daha uzun müddətlidir. Onlara nəfəs almaq üçün, bazardakı eniş-yoxuşlardan keçmək üçün daha çox yer verirsiniz. Amma yenə də hər inamın bir sərhəddi olmalıdır. Ay atışlarında isə bu rəqəm lap yüksəkdir, mənfi 70%. Bu, ilk baxışdan dəlilik kimi görünə bilər, amma məntiqi var. Bu tip səhmlər onsuz da raket kimi qalxıb enir. Onların böyüməsi üçün bu cür kəskin dəyişkənliyə dözmək lazımdır. Yəni, onlara daha çox oyun sahəsi verilir.
Yaxşı, xatırlayırsınız o 55%lik böyük payı? Bax, indi gəldik bu sistemin ürəyinə, ən fərqli, ən şəxsi hissəsinə. Bu cümlə əslində hər şeyi izah edir. Bu sadəcə bir kağız parçası, bir səhm almaq deyil. Bu o şirkətin bir parçası olmaq, onun uğrunda bir tərəfdaş, bir şərik kimi maraqlı olmaq deməkdir. Super dəmirbaşlar, adi dəmirbaşdan fərqi nədir? Fərq budur ki, burada siz sadəcə şirkətin böyüməsinə pul qoymursunuz. Siz onun dünyanı dəyişdirəcək missiyasına inanırsınız. Bu elə bir investisiyadır ki, onu satmağı düşünmürsünüz. Əksinə, qazandıqca üstünə əlavə edirsiniz və gələcək nəsillərə ötürməyi planlayırsınız. Bu, dərin bir bilik və sarsılmaz inam tələb edir. Yaxşı, bütün bunları bildik. Bəs biz, yəni siz, bu konsepsiyaları öz investisiya həyatınıza necə tətbiq edə bilərsiniz? Gəlin baxaq. Əslində, hər şey bu 4 sadə addıma gəlib çıxır. Birincisi, hər səhm üçün bir niyəniz olsun. İkincisi, onları qruplaşdırın. Hərəsinə öz adını verin. Üçüncüsü, özünüz üçün pozulmaz qaydalar qoyun və onlara sadiq qalın. Və nəhayət dördüncüsü, o ən çox inandığınız, ömürlük tərəfdaşlarınızı seçin. Və sonda, ən vacib məqam. Məqsəd, başqa birinin formulunu kopyalamaq deyil, əsla. Məqsəd, bütün bu prinsiplərdən ilham alaraq sizin özünüzə, sizin risk dözümünüzə, sizin həyatınıza uyğun, sizin qaydalarınızla işləyən bir sistem qurmaqdır. Əsl uğur məhz budur. Və beləliklə başladığımız o ən vacib suala geri taydırıq. Amma bu dəfə sualı birbaşa sizə ünvanlayıram. Sizin investisiya tezisiniz nədir? Portfelinizdəki hər bir aktiv üçün bu sualın aydın, səmimi bir cavabı varmı? Bu barədə düşünməyə məncə həqiqətən də dəyər.